Bugün milli mətbəximizdən şəkər buranın hazırlanmasını paylaşacağım. Bəzən çox insan düşünür ki, şəkər buranı hazırlamaq çox çətindir. Amma ki elə deyil, həqiqətən çox asan bir reseptlə hazırlamışam. Bunu sizinlə paylaşıram. Sizlər də bu reseptlə asanlıqla şəkər bura hazırlaya bilərsiniz. Mən yarım kiloqram undan istifadə etdim. Əvvəlcə çay qaşığının ucunda biraz maya, üzərinə bir xörək qaşığı ilıq süd əlavə edib qoyuruq bir kənara. Unun üzərinə 200 qram yağ əlavə edib omac edəcəm. Unu və yağı əlimizlə yaxşıca qarışdırırıq ki, omac halına gəlsin. Daha sonra üzərinə 2 ədəd yumurtanın sarısı, 2 xörək qaşığı xamar, hazırladığım mayanı əlavə edib qarışdırıram. Üzərinə az süd əlavə edib quru xəmir yoğuracağım. Məndə yarım stəkan süd getdi bu ölçüyə. Xəmir mütləq biraz quru olmalıdır ki, şəkər buranın naxışları açılmasın. Xəmiri yaxşıca yoğururam. Təkrar əlimlə dəzgahın üzərində 5-6 dəqiqə yoğururam. Xəmirim artıq hazırdır. Qoyacağım bir kənara, üzərini örtüb 20-30 dəqiqə gözləyirəm. İndi keçirəm içliyi hazırlamaya. 300 qram fındıq, 200 qram şəkər tozu, 5-6 ədəd hil. Hamısını qaba əlavə edib qarışdırırıq. Mən fındığı qovurduğum üçün rəngi biraz tündür. Artıq yarım saat keçdi. Xəmirimi təkrar biraz yoğurub balaca kündələr hazırlayacağım. Kündənin biri 40 qram olmalıdır. Kündələri 40 qramlıq hazırlayıb yaxşıca forma verdikdən sonra üzərini örtürəm ki, qurumasın. İndi keçəcəm şəkər buranın hazırlanmasına. Yuxanı açın. Mütləq yuxa biraz qalın olmalıdır. Yuxanız nazik olarsa şəkər buranın üzəri göyərəcək. Ona görə biraz yuxanı qalın edin. Kənarlarına biraz su vururam ki, yaxşıca yapışsın, bişərkən açılmasın. Bir də onu qeyd edim ki, içliyi yaxşıca doldurmaq lazımdır ki, naxış vurarkən şəkər buralar əzilməsin. Kənarlarını yaxşıca düzəltdikdən sonra forma verib üzərini naxışlayacağım. Mən makkaşlarımı Makkaş Baku səhifəsindən sifariş etmişəm. Bu makkaşlarla çox gözəl şəkər buraya naxış vurmaq olur. İstəyən olsa səhifənin adını videonun altında qeyd edəcəm. Oradan sifariş edə bilərsiniz. İstədiyiniz formada hazırlayırlar makkaşları. Naxışları nə qədər sıx vurarsanız şəkər bura o qədər gözəl alınacaq. Şəkər buranın naxışlarını vurduqdan sonra 15-20 dəqiqə üzəri açıq gözləyirik ki, naxışlar biraz qurusun. O zaman bişərkən naxışları açılmır şəkər buranın. Sobanı əvvəlcədən 150 dərəcədə isitmişəm. Şəkər bura az xodda bişməlidir. Yüksək xodda bişirsəniz şəkər buralar sobadan çıxan kimi göyərir. Mənim şəkər buralarım artıq bişdi, hazırdır. Çox gözəl, naxışları da açılmadı. Dadı da möhtəşəmdir, yumuşaq. Mən illərdir bu reseptlə hazırlayıram. Heç vaxt reseptimi dəyişmirəm. Çünki bu resepti çox bəyənirəm. Yeyən hər kəs də çox bəyənir. Ona görə sizlər də bir dəfə bu reseptlə hazırlayın. Videomu bəyənməyi, kanalıma dəstək olmayı unutmayın. Hələlik yeni videolarla görüşmək üzərə.